Buradan Kamil Vəfadarı salamlayıram. Bizim Laçın torpağındandır, şəhid atasıdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Atalarına, analarına Allah can sağlığı versin, Allah səbir versin. Deməli, Şah Gündüz adlı şəhidimizin şeiri var. Onu heç kim bilmir ki, bəlkə də o şeir onundur. Deyir ki, uşaqlıq illərim yadıma düşdü. Uşaqlıq illərim yadıma düşdü. Keçən aydan, ildən ötürü darıxdım. Hər tərəfə pərəm-pərəm dağılmış bir obadan eldən ötürü darıxdım. Həyatı bir şirin nağıldı məndə. Yersiz ağlayanda, yersiz güləndə, nənəmin dizində mürgüləyəndə sığal çəkən əldən ötürü darıxdım. Sinifi bəzəyən o gözəl qızla, üzümə baxardı işvə və nazla, dərslərimdən 2 alıb divarla baxışdığım küsdən ötürü darıxdım. Allah rəhmət eləsin. Deyə dostlarımızı göstərək. Sinif yoldaşlarımızdan ötürü darıxdıq. Allah rəhmət eləsin. Bax, bunlar da bu günləri Fəxrəddin əminin sinif yoldaşlarıdır. Burada əyləşiblər. Bu da Orxan qardaşımızdır, şəhidimizdir. Şəhidin atasına Allah rəhmət eləsin. Müəllimimizin adı necə oldu? Adil müəllim. Sizə Allah can sağlığı versin. Allah mehriban eləsin. İşte bu gözəl kollektivi. Burada olmayan yoldaşlar da var da. Hamısını salamlayıram. Bütün sinif yoldaşlara salam olsun. Həqiqətən gözəl məkandır. Baxırıq orada illərin məzunları yığışıblar. Sizə də arz edirəm ki, bundan bir böyük bir məclis təşkil edəsin. İnşallah qoysa gələk çıxış edək. Təbrik edirəm. Allah canını sağ eləsin. Texnikan həmçə işləsin, misyan az olsun, canın sağ olsun, bir əqəmi dedi, əsas o da alacağın olsun. Buradan da bütün traktoristləri salamlayırım. Allah ruzinizi halal qismət eləsin. Təbrik edirəm. Sağ olun, var olun. Dəvətə görə də çox sağ olun, minnətdaram. Mən həmişə İmişli cəmaatindən razı qalmışıq. İnşallah Səmral və Qarabağda tək bizim deyil, bütün Azərbaycanımız, bütün şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə, veteranlarımıza can sağlar edək və bizim xidmətdə olan qardaşları da alqışlayaq ki, bu yağış yağır, külək olur, biz istirahət edəndə olur xidmət edən. Var, sağ salamat gəlsin. Təşəkkür edirəm.